Hər vaxtınız xeyir olsun. Bugün Yüz Şəhidlər Şeir layihəsinin artıq 22-ci tədbiri baş tutur. Birazdan inşallah biz tədbirimizə başlayacağıq, start verəcəyik. Və bugün də ənənəyə sadiq qalaraq həmişə olduğu kimi şəhidlərimizin həyat hekayələrini çalışacağıq ki, səsləndirək. Və yeni qoşulmuş layihəmizə şəhid ailələri var ki, onların da biz evladlarına, yəni qəhrəman evladlarına hekayələr, şeirlər həsr etmişik. Onlar da bugün biz bu tədbirdə, yəni Yüz Şəhidlər Şeir layihəsinin 22-ci tədbirində inşallah ki, səsləndirəcəyik. Yeni hekayələr yazmışam, yəni səhər demək olar ki, 3 hekayə yazmışam. Qalanlar var, təbii ki, onlar da növbəti üzümüzə gələn o tədbirlərdə olacaq. Çünki tək olduğuma görə tək çatdıra bilmirəm, yazmaq barəsində deyirəm, təbii ki. İnşallah ki, çalışacağam ki, layihədə bütün layihəyə qoşulan bütün şəhidlərimizi və yenidən layihəyə qoşulacaq şəhid ailələrinin, onların evladlarına biz yenidən şeirlər yazaq və bizim gələcəkdə də növbədən kənar tədbirlərimiz keçiriləcək, təbii ki. Yəni, şəhidlərimizin ayrı-ayrılıqda anım günlərini, xatirə günlərini biz keçirəcəyik. Məkan olaraq burada ola bilər, fərqli məkanda ola bilər, təbii ki. Ondan sonra da biz Yüz Şəhidlər Şeir layihəsi zaten davam edir, hər həftə davam edir. Amma bir həftə fasilə verəcəyik. Üzümüzə gələn həftə tədbir olmayacaq. Ona görə də inşallah ki, növbəti bir həftədən sonra biz o tədbirləri keçirəcəyik. Yenidən qaldığımız yerdən davam edəcəyik. Yəni, yəqin ki, o vaxt ayrılığında həm hekayələr, həm şeirlər, yəni qaldığımız yerdən davam edəcəyik. Çünki qalan şeirlər, qalan hekayələr var və hekayə yazılır, şeir yazılmayıb. Ona görə də onları biz çalışacağıq ki, həmən ayın ya 16-sı, ya 17 may tarixində bizim tədbirimiz keçiriləcək və o tədbirdə də o hansı ki, yarımçıq qalan hekayələr var, yarımçıq qalan şeirlər var. Onları tamamlayıb inşallah ki, tədbirə təqdim edəcəm. Tədbirə gələn qonaqların qarşısında sənə təşəkkür edirəm. Artıq bir neçə tədbirdir ki, demək olar, iştirak edirsən, işıqlandırırsan öz YouTube platformanda, istər TikTok, istər Facebook olsun. Orada da biz tək layihənin şəhidlərini yox, bütün Azərbaycanın ərazi bütövlüyünün uğruna canından keçmiş şəhidlərin xatirəsini yaşadırsan. Təbii ki, bu bizim borcumuzdur və hər kəs əlindən gələni etməlidir. İstər müxbir olsun, istər jurnalist olsun, istər yazar olsun, istər şair olsun, fərq etməz vəzifəsindən, məqamından asılı olmayaraq hər birimiz bir addım atmalıyıq ki, bizim şəhidlərimizin xatirəsi unudulmasın, onların xatirəsini biz əbədiləşdirək və bu bizim ən başlıca missiyamız olmalıdır və bu missiyanı da biz gənc olaraq davam etməliyik və bizə də qoşulan könüllü hər bir kəsə təşəkkür edirəm. İnşallah ki, sayımız çox olar günbəgün və daha böyük yerlərdə, daha necə deyərlər, geniş auditoriyası olan bir məkanda biz şəhidlərimizin tədbirini keçirək, onlar da bizi dinləsinlər. Təbii ki, olacaq zamanla, amma indi bugün bu yerlə kifayətlənməliyik, təbii ki. Amma bu yer balaca olsa da belə, artıq biz bir çox nailiyyətlər əldə etmişik, uğurlarımız var. Davam edəcək. Təşəkkür edirəm. Bu qədər.
Bugün Yüksek Şehir Valiyesinin ikinci tədbiri çəkildi. Təbii ki, bu tədbir şeirlər və hekayələrlə yapılacaq və yeni hekayələr var. Ama bir şehre gitmek istedim ki, artık hekayələrimizlə paylaşan platformda yaxşı baxış əldə edir, tədbiri. Allah bizim oğlumuzdur. Yəni şeirlərə də baxış gəlmir, amma hekayəyə baxışlar etmələr təbii ki. Çünki həyat hekayələri şeirlərimizin maraqlıdır və Allah'ın dilindən yazılır xüsusən də. Hər bir hekayə bir dilimdir təbii ki. Bu hekayələri biz çalışırıq ki, tamam hissəsində edərək, istiqamətdə də çalışırıq. İnşallah ki, daim edəcək. Və ilk olaraq da istədim ki, Şəhid Muhammed Rəsul Zəfərov xatırından sorulmuş hekayəyə başlayıb. Bir şəhər yazılır, təbii ki. Düşünürəm ki, hekayəyə yazılır. Zəfəri qanunuzla yazdınız, əziz şəhidlər. O zəfərin hər sətrində bir can, bir ürək, bir ana ağı var. O zəfərin içində mənim qəhrəman oğlum Ruslanın da var. Ruslan, sən bu torpağa sadəcə oğul kimi yox, sipər kimi, qalxan kimi gəldin. Ömrünün çox hissəsini hərbiyə, vətənə, torpağa bağladın. Sanki uşaq vaxtından taleyin yazılmışdı. Gözlərində qəribə bir qətiyyət vardı, deyərdim. Mən böyüyüb hərbici olacağım, torpaqlarımızı azad edəcəm. Sanki ürəyinə dalmışdı o qol. Sanki bu yol səni çağırırdı, sən böyüdün. Arzun da səninlə böyüdü. Vətən sevgisi damarlarında qan kimi axdı, mayor rütbəsinə qədər ucaldın. Amma sənin ən böyük rütbən şəhidlik oldu. Allah səni bu müqəddəs yola layiq gördü. Səni döyüş meydanında ucaltdı, ruhunu öz dərgahına çəkdi. Sən torpağa düşmədin Ruslan, sən zirvəyə qalxdın. Bugün mən səninlə qürur duyuram. Həm şəhid anası kimi, həm də bir oğul anası kimi. Mənim Ruslan kimi oğlum var. Bu söz ürəyimi dik tutur, amma ana qəlbi yalnız qürurla yaşamır. İçində yanğı da var. Sənin yoxluğunu qəbul edə bilmirəm, oğul. Gecələr başımı yatağa qoyanda ürəyim sancır. O sancı xəstəlik deyil, sənin yoxluğunun ağrısıdır. Gecələr başımı yastığa qoyanda saçıma dən düşür vaxtsız, ağ dənlər də sənin ayrılığının izidir. Heç nə mənə təsəlli vermir. Sən yoxsansa bu həyatın mənası da yarım qalır. Bəzən özümü toparlamağa çalışıram, ruhumu sağaltmağa istəyirəm. Amma bacarmıram. Sənsizliyə qapılıram. O sükutun içində bir tək sənin səsini eşidirəm. Anacan, üzülmə. Mən ölməmişəm, sağam, gün gələcək yenə qovuşacaq. Və mən o səsə sığınıram. O sözlər məni biraz yaşadır, biraz ayaqda saxlayır. Bəzən yuxularımda görürəm səni. O yuxular məni ən böyük təsəllimdir. Sanki səni biraz daha da yaxınlaşıram. Mənə ayrılmaq istəmirəm. Amma bilirəm, sən sağsan, Ruslan, ruhun yaşayır. Sən ananı görürsən, hiss edirsən. Mən səni görə bilməsəm də, varlığını duyuram, rahat uyu məzarında, şəhid oğlum. Sənin yazdığın zəfər bu torpağın alnına yazır. Mən isə sənə qovuşacağım günü gözləyirəm, dostlarım. Şəhidlər ölməz, vətən bölünməz. Mən saldım, baxıb sənə donub qaldım. Torpağından bir ovuc aldım, sıxıb ovucuma ağladım. Qış ətri var fəsillərdə, həm aylarda, həm illərdə. Elmaz olan şəkillərdə, baxıb oğluma ağladım. Eşitdim şəhid adını, göylər duydu fəryadımı. Sənsizliyimlə dadını, dadıb canıma ağladım. Dərinləşir yaram az-az, təsəlli rəsmindir biraz. Biz ayrılandan sonra Elmaz, İnan hər anıma ağladım, inan hər anıma ağladım.
yara açma sən gəl ağrılarıma. Bu zamansız ağaran saçlarıma əl uzadıb sığal çək, dön mənə. Hardasan elvinim, eşit səsimi, dağladı həsrət, yaman içimi. Torpağına tökürəm mən sirrimi, danışdım sıxılır ürək, dön mənə. Yalnızlıq baş çəkir anana hər gün, bilmirsən yaşayır bir nəfər üskün. Yemək bişirmişəm mən sənin üçün, gəl yeməyi birgə yeyək, dön mənə. Ananın tək səndə ağlı qalıbdır, gecə oxuduğun ağlı qalıbdır. Getmisən qapısı bağlı qalıbdır, səndədir açar, aç girək, dön mənə. Səndədir açar, aç girək, dön mənə. Əsr olmuş hekayə. Elçin gedən gündən bəri evimizin divarları susmur. Onlar danışır. Xatirələrlə, səssiz haraylarla, gözə görünməyən ağrılarla. Divardan asılan şəkillər indi sadəcə şəkil deyil. Hər biri bir ömür, bir nəfəs, bir ana çağrışıdır. Hər dəfə o şəkillərə baxanda gözlərim dolur. Bir vaxt bağrıma bastığım balımı indi kağız üzərində uzaqlayıram. Soyuq şəkillərin içində isti nəfəsini axtarıram. Otaq xatirələrlə dolub daşır. Mən isə göz yaşlarımı o xatirələrin üstünə səpirəm. Düşünürəm bəlkə bir damla göz yaşında məndən Elçinə yadigar qalar. Elçin, sən məni heç vaxt diqqətdən kənar qoymazdın. Hər gün, hər saat səsinlə evimizi işıqlandırardın. Telefonu biraz gec götürəndə narahat olardı. Ana, yaxşısan. Günorta zəng edib soruşardım. Yemək yemisən. Sonra da o doğma səsinlə deyərdim. Mən səni çox istəyirəm ana. İndi o səs üçün darıxmışam. Sənin qaybına, sənin varlığına, sənin ana deyən nəfəsinə həsrət qalmışam. Sən çox tez getdin Elçin. Arzularımız yarım qaldı. Arzularımızı yarım qoyub getdim. Mənim səndən başqa Aysel adında qızım, Əl adında oğlum da var. Bəzən kövrələndə onlar məni ovudur. Ana, üzülmə, Elçin səni görür, onun yeri rahatdır. Bu sözlər biraz ürəyimə su səpir. Düşünürəm ki, sən ölməmişsən Elçin. Sadəcə gözümüzdən itmirsən, ruhun bizimlədir. Bəlkə də indi bu sözləri yazarkən yanımdasan. Fısıltı ilə danışırsan. Amma mən işlə bilmirəm. Sən bizi görürsən, biz səni görə bilmirik, bilirəm. Övlad itirən bütün analar mənim kimi yanır. Bu dərd sözə sığmır. Bu ağrı danışmaqla azalmır. Bu insanın içində səssiz böyüyən bir qasırğadır. Bəzən məzarın üstündə dayanıb Allaha yalvarıram. Ay Allah, məni Elçinə apar, canımı al, qutar, gedin. Çünki mən oğlum üçün darıxmışam. Hər gün daha çox, hər gün, hər an daha dərin. Amma içimdə bir ümid var. Əgər mən Elçini tapa bilməsəm də, Elçin bir gün məni tapacaq. Kapitan Abbas Quzadənin xatirəsinə. Səni böyütdüyüm o evində sükutun içində donub. Qapının cırıltısı belə sənin addımlarına bənzəyir. Amma açılan qapıdan içəri yenə səssizlik girir. Nə gələnim var, nə gedənim. Bu evdə artıq yalnız sənin nəfəsin qalır. Xatirə kimi, ağrı kimi, ümid kimi divarlardan asılan şəkillərlə danışıram. Hər gün, hər saat, sanki səni dinləyirmiş kimi susuram. Sonra yenə danışmağa başlayıram. Bəzən özümü unuduram. Elə bilirəm cavab verəcəksən. Ana, buradayım. Sən mənim ümidim idin, Əli. Həm sabahım, həm gecəm idin. Sən şəhid ol. Və o gün mənim də içimdə nəsə susdu. Arzularım, ümidlərim, xəyallarım, dualarım yarım qaldı. Sanki zaman dayandı o günün içində qaldı. İndi yolum məzarınadır. Torpaqla danışıram, səni torpaqdan soruşuram.
məzarım mənə həm oğuldur, həm sirdaş. Əlimi daşına qoyanda elə bilirəm, saçımı sığallayıram. İçimdə yığılan sözləri, illərin ağırlığını, gecələrin səssiz ağırlığını sənə danışıb yüngülləşmək istəyirəm. Bəzən külək əsir. Elə bilirəm sənin nəfəsindir. Pəncərənin pərdəsi tərpənəndə düşünürəm ki, bəlkə sən gəlmirsən. Gözlərim hər zaman pəncərədədir. Gecələrlə o tərəfə baxıram. Bəlkə yolunu azarsan, bəlkə bir anlıq görərəm səni. Yenə də sağ olsun insanlar. Bəzən qapımı döyürlər, səbir deyirlər, qürur duy deyirlər. Mən də başımı yiyirləyirəm. Amma heç kim bilmir ki, bir ana üçün qürur belə ağırlı olur. Qürur rəis etmir, oğul əvəz etmir. Bilirsən, Əli, bəzən sənin uşaqlığını xatırlayıram. O balaca əllərinlə boynuma sarıldığın günləri, ana deyə-deyə gülüşünü evə yaylardı. Bu gülüş indi hardadır? O səs indi hansı səmalardadır? Sən artıq gəlməyəcəksən. Bunu bilirəm. Amma yenə də gözləyirəm. İnsan ümidlə yaşayır axı. Mənim ümidim də sənsən. Yoxluğunda belə. Sən ruhən gəlirsən. Məni görürsən, hiss edirsən, göz yaşlarımı sayırsan bəlkə də. Amma mən səni görə bilmirəm. Bu ən ağrılı bir gündür. Səni görməmək. Şəkillərimi qucaqlayıb pıçıldayıram. Bitir həsrəti oğul, ananı da yanına çağır. Çünki mənim bu dünyada təsəlli yerim yoxdur. Gecələr uzananda yastığıma belə sənin yoxluğun verir. Hər şey səni xatırladır. Bir fincan çay, boş bir stul, açılmayan bir qapı. Sonra baxıram şəkilə, sanki baxışların dəyişir, sanki dodaqların tərpənir, sanki deyirsən, ana, sən yaşa. Yaşa ki, mənim adım yaşasın. Yaşa ki, bu evdə mənim izim itməsin. Yaşa ki, mənim böyüdüyüm divarlar məni unutmasın. Mən şəhid olmuşam, ana, başını dik tut. Göz yaşını gizlətmə, amma sınma. Mən ölməmişəm, Allah yolunda, torpaq uğrunda ölənlər ölmür. Mən anlayıram, sən getməmisən Əli, sadəcə bu dünyada, o dünya keçməsən. Amma bir ana üçün hər iki dünya arasında qalan ən ağır şey həsrətdir. Maqla hər biriniz xoş gəlmişsiniz. Şəhid Fəxri Qəribzadənin xatirəsinə hekayə. Evdə bütün otaqlar Fəxrinin xatirələri ilə doludur. Sanki bu xatirələr susmur. Hər gün mənimlə danışır, dərdləşir. Divarlarda onun baxışları, otaqlarda addım səsləri. Səssizlikdə isə səsi yaşayır. Elə bilirəm ki, bu evlisinə dəyişməyib. Sadəcə Fəxri görünmür. Bəzən pəncərədən boylanıram. Düşünürəm ki, indi qapı açılacaq. O içəri girəcək. Ana, mən gəlirəm deyəcək. Amma qapı açılmır, səs gəlmir. Yalnız xatirələr danışır. Və o xatirələrin içindən bir səs yüksəlir. Fəxrinin səsi. Deyir, ana, üzülmə. Mənim yerim rahatdır. Mən cismən sizdən ayrılmışam. Amma ruhən sizinləyəm. Siz məni görə bilmirsiniz. Amma mən sizi görürəm. Bu sözlər ürəyimə su səpir. Amma yenə də bir anda qəlbi sakitləşmir. Hər gecə onun adını pıçıldayıram. Fəxri, oğlum deyə. Olsa sən ki, yenə mənimlə danışır. Mənim adımı yaşadım. Başınızı diş tutun. Mənimlə qürur duyun. Mən də göz yaşlarımı gizlədərək başımı qaldırıram. Deyirəm ki, mən şəhid anasıyam. Mən Fəxrinin anasıyam. Fəxri mənim igid balam. Uşaqlığımdan qeyrətli, mərd ürəyi, vətən sevgisi və döyünən bir oğul idi. Onun baxışlarında bir qətiyyət vardı. Sanki bu torpaq üçün doğulduğunda özünü bilirdi. Bir gün dedi, ana, vətən dar günündə olsa mən ön sırada olacam. Mən o zaman sadəcə bir ana kimi dinlədim. Amma bu sözlərin nə qədər ağır bir həqiqətə çevriləcəyini bilmədim. O getdi, vətən yolunda və qayıtdı.
Amma bu dəfə bir bayrağa büküldü. Fəxri yenə deyir, bacım sənə əmanətdir. Bacım şəhid bacısıdır. Sən isə şəhid anasısan. Bu sözlər ürəyində həm durur, həm də yanğı olur. Evimizə gələn tələbələrə, şagirdlərə məndən danışın. Qoy onlar məni tanısınlar, qoy bütün şəhidlərimizi tanısınlar. Tarix yazan igidləri yaddaşlarına yazsınlar. Bəli oğlum, səni tanıyacaqlar, səni unutmayacaqıq. Sən artıq təkcə mənim oğlum deyilsən, sən bu vətənin yaddaşısan, sən Murovlar talısan. Ucalarda süzən, zirvələrdə iz qoyan bir igid. Hər dəfə məzarına gələndə torpağa toxunuram. Sanki sənin səsinə oxşayıram. Göz yaşlarım torpağı süzdürür və yenə sənin səsini duyuram. Ana, sən ağladıqca mən qəlbimin səsini duyuram, amma cavab verə bilmirəm. Bu sözlər məni içimdən parçalayır. Anacan, göz yaşlarını üstünü sıladır, ağlama. Torpağa düşən hər damla göz yaşı məni incidir. Ulan çalışıram ki, ağlamayım, amma ağlamır. Çünki onun ürəyi səbir tanımır. Sən üzülmə, sən yaşa ki, ana, mən də yaşayım ürəklərdə. Bax, bu söz məni yaşadır. İndi anlayıram ki, Fəxri ölməyib, o yaşayır. Bu evdə bu xatirələrdə insanların qəlbində. Və bir gün sənə hər kəs adını hörmətlə seçəcək. Murov Qartağı Fəxri Qəribzadə deyəcək. Sonunda isə onun doğma səsi yenə qulağımda səslənir. Mən səni çox sevirəm, ana. Mən də pıçıldayıram. Mən də səni çox sevirəm, oğlum. Və səni heç unutmayacağam. Biraz geriyə qaytara bilərdim. Oğlu əlinin qayğısına daha çox qalardım. Onunla daha çox vaxt keçirərdim. Bəlkə biraz daha çox uzaqlayardım. Bəlkə biraz daha çox oğlum deyə səsləyərdim. Xoşladığı yeməkləri bişirərdim. Süfrə başında onu doyunca izləyərdim. İnsan bəzən itirəndən sonra anlayır. Bir baxışın, bir gülüşün nə qədər dəyərli olduğunu. Biləydim ki, ayrılıq bu qədər tez gələcək. Əliyə sarılıb, ondan heç ayrılmazdım. Onu ürəyimə elə sıxardım ki, sanki zaman dayanardı. Əli çox mehriban uşaq idi. Onun gülüşü evimizi işıqlandırırdı. Addım səsləri mənim üçün həyatın özü idi. Amma acı bir həqiqət var. Onun səsləri çox eşitdim. Çünki gecələr işləyirdim. Çörək səhvində. Yorğun, yuxsuz, amma ümidlə. Çalışırdım ki, əlinin heç kimə, heç nəyə ehtiyacı olmasın. Axı, analar övladları üçün hər çətinliyə dözür. Öz ömrünü belə onların yolunda fəda edir. Əlinin ən böyük arzusu polis olmağı idi. Hər dəfə böyük inamla deyirdi ki, oxuyub polis olacaq. O qədər saf və inamlı danışırdı ki, sanki artıq o formanı geyinmişdi. Mən də baxıb ürəyimdə dua edirdim. Balamın arzusu gerçək olsun. Amma həyat onun arzusunu yarım qoydu. Ali məktəbə sənəd verdi, amma bal satmadı. İmtihandan kəsildi. Gözlərində bir anlıq kədər gördüm, amma tez toparlandı. Mən ona təsəlli verdim. Dedim ki, bu il olmadı, gələn olar. O isə ümidlə dedi. Dedi ki, hərbi xidməti başa vurduqdan sonra yenidən hazırlaşacaq. Amma talih başqa cür yazılmışdır. Əli bütün arzularını yarıda qoyub bir yol seçdi. Şəhidlik yolu. O yol ki, hər kəsə qismət olmur. O yol ki, yalnız seçilmişlərə yazılır. O yol ki, insan səni torpaqdan alıb əbədiyyətə aparır. Bir tərəfdən ürəyim yanır. Gecələr onun adını pıçıldayıram, Əli, oğlum deyə. Amma bir tərəfdən də görüldürürəm. Əli artıq cənnətdədir. Tanrının ən uca qatında. O vətən üçün şəhid oldu. Mən isə bir şəhid olmasıyım. Və oğlumla fəxr edirəm. Əli bir dəfə də olsun məni incitmədi. Nə bir sözlə, nə bir baxışla,
danışır. Hər xəyalımızda bir gələcək vardı, amma o gələcək yarım qaldı. İndi əldən mənə qalan xatirələrdir, şəkillərdir, hər şəkli bir ömürdür, hər baxış bir dünya. Onlara baxıb dərdimi biraz yüngülləşdirməyə çalışıram. Amma heç nə bana qəlbimdəki boşluğu doldurur. Allah heç nə yolalansın, yaşamasın. Bunun qaxəzəsi olmuş şiir, qəhrəmanım atamdır. Hamı kimi mənim də. Hamı kimi mənim də. Qəhrəmanım atamdır. Şəhid kimi içimdə. Qəhrəmanım atamdır. Saçlarımı arayan, qızım deyil, oxşayan, mehvarəni qoruyan qəhrəmanım atamdır. Küssəm könlümü alan, nuru üzümə dolan, yuxuma qonaq olan qəhrəmanım atamdır. Tək qoydum gedin məni, yığıb çiynimə qəmi, bir ömür şəhid kimi qəhrəmanım atamdır. Yad olmuşam qəbrinə mən. Oyan üzümə biraz gül, əlimdə solub qərənfil, yasınla ötür neçə il yad olmuşam qəbrinə mən. İndi ayılıram, yoxluğuna qırılıram, tək ruhuna sarılıram, yad olmuşam qəbrinə mən. Aldı səni zalım həyat, səninlə eylədi vəfat. Məndən incimə, ay baran, yad olmuşam qəbrinə mən. Baxma hərdən güldüyümə, dərdlərimə, dözdüyümə, İnanmıram öldüyümə, yad olmuşam qəbrinə mən. Olmuş ikən sənin adını hər dəfə dilimə gətirəndə sanki ürəyimin ən dərin yerində gizlənmiş bir sızı oyanır. Sən şəhadətə ucalandan sonra evimizin qapısından xoşbəxtlik sanki bir dəfəlik çıxıb getdi. O gündən bəri evimizdə səssizlik danışır, divarlar isə sənin adını söyləyir. Hər il noyabr ayının 8-i gələndə zaman dayanır. Mənim bütün günlər irəli getsə də, mən o ağrılı günə qayıdıram. Xəyalım həmin türdə ilişib qalır. Nə zaman keçir, nələr azalır. Sanki həyatım bir günün içində dolu qalır. Mənim bir oğlum, bir qızım var. Onlar ikisi də çox mehriban idi. Mən işə gedəndə belə ürəyim arxada qalmırdı. Bilirdim ki, onlar evdə bir-birlərinə dayaq olurlar. Onların uşaqlığı belə saf keçmişdi. Elmanı kim çağırsa, Elman tərəddüd etmədən gedirdi. O heç vaxtı yox deməyi bacarmırdı. Çünki ürəyi həmişə bəli deyildi. İnsanlarla mehriban davranırdı. İllər keçir. Amma sənin adın keçəndə hər yerdə bir yaxşılıq xatırlanır. Qonşular səndən elə danışırlar ki, sanki sən hələ də o küçələrdə gəzirsən, sən yaxşı əməllərinlə yaşarsan oğlum və elə həmin əməllərinlə də yaşamağa davam edirsən. Sənin ən böyük arzun hüquqşünas olmaq idi. Sən bu arzuna Tatarstanda çatdın. Atan Arif bəylə birlikdə həm çalışdın, həm oxudun. Amma sənin böyüklüyün yalnız oxumaqla deyildi. Sənin ürəyinin böyüklüyü idi. Hər Novruz bayramında qohumlarına sevgi göndərərdi. Sovqat, pul, diqqət. Sən insanların qəlbinə bayram aparardın. Sənin imanın isə sözlə anlatmaq çətindir. Quran-ı Kərimi əzbər bilirdin. Bu sənə verilmiş bir neymət idi. Tanrının sənə bəxş etdiyi bir nur. Sən bu dünyada qonaq idin Elman. Tanrı səni öz yanına apardı. Şəhid zirvəsinə uzandı. İndi mən sənin şəkillərinə baxıram. Baxdıqca ürəyim qırılır. Sənin yaşıllarını görəndə düşünürəm. Kaş sənlə evlənərdin, kaş bir yadigarın qalardı. Onu yadigarla sənin yarım qalan arzularını yaşanardın.
Amma qismət olmadı. Sən tez getdin oğlum. Bəzən gecələr gəlirsən yuxuma, gəlirsən salam verirsən, gülümsəyirsən, deyirsən ana, mən sağam, ölməmişəm. Sənin o təbəssümünün sanki qaranlıq gecənin içində doğan bir günəş kimi üzümə işıq saçır. Mən yuxudan oyanmaq istəmirəm. İstəyirəm ki, o an sonsuz olsun. İstəyirəm ki, o yuxu həyatın özü olsun. Amma səhər gözümü açanda anlayıram ki, o cəmi bir neçə saniyəlik yuxu imiş. Amma mənə bir ömür kimi gəlir, keçib. Yenə tək, yenə sənsiz, yenə elmansız bir günə başlayıram. Amma bilirəm, sən yox olmazsın. Sənin ruhun mənimlədir və bir gün sənin ruhunla mənim ruhum yenidən görüşəcək. O günə qədər sən ürəyimdə yaşamda bağlı. O şeir, Şamal şəhid olduğu gün. Oğul dərdimə ellər ağladı. Ürək sızladı, gözlər ağladı. Yerlər ağladı, göylər ağladı. Kamalım şəhid olduğu gün. Sözlər bir dodağa sarıldı. Anası torpağa sarıldı. Üç rəngli bayrağa sarıldı. Kamalım şəhid olduğu gün. Getdin, gözlərim ağlar qaldı. Yanaqlarıma leysan doldu. Zaman ömrümdən ömür aldı. Kamalım şəhid olduğu gün. Evimdən xoşbəxtlik alındı. Üzümüzə kədər saçıldı. Cənnət qapıları açıldı. Kamalım şəhid olduğu gün. Sən tapşırıb torpağa. Mən kimə ata deyəcəm? Yenə qəddimi əyəcəm. Bilmirəm necə gedəcəm, sən tapşırıb torpağa. İtib daha dadım, duzum. Ömür qısa, həsrət uzun. Dönəcək evinə, qızım, səni tapşırıb torpağa. Ürəyimi ağlayacam, xatirəni saxlayacam. Bilməzdim ki, ağlayacam, səni tapşırıb torpağa. Ürəyimi həsrətlidir, qəbrim məni çox incidir. Qızım şəlalə tək gedir, səni tapşırıb torpağa. Səni tapşırıb torpağa. Təsir etməz bizə düşmən gülləsi. Təsir etməz bizə düşmən gülləsi. Canımızı sipər edərik döyüşdə. Əl çatandır bizə uzaq zirvəsi. Yarıb dağı səngər edərik döyüşdə. Biz vurmarıq əlyalın dincləri. Unutmadıq Xocalılı günləri. Lazım olsa o siravi gəncləri hazırlayıb əskər edərik döyüşdə. Əmri var Mayor Ruslan Cəfərov. Harda erməni görsəniz, siz vurun. Qarabağda qan tökün, can qoyun. Bu əmri müxtəsər edərik döyüşdə. Biz almışıq şəhidlərin özünü. Qeyd eylədik böyük zəfər gününü. Azərbaycan ordusunun gücünü bayram edib zəfər edərik döyüşdə. Yaşayırdıq sənlə. Əcəl gəlib qoymadı ki. Üzü dönmüş, qara torpaq, Hüseynimdən doymadı ki. Övladların atasızdır. Bir şəklinlə danışırlar. İllərdir ki, yoxluğuna xatirə tək qarışırlar. Atanız içkili şəhiddir. Başınızı dik tutun siz. Atanızın mərdliyini həmişə yada saldıq biz. Ey qəhrəman övladları, sizlər bizə əmanətsiniz. Nə xatirəsindən sorulmuş, qəbrin səni evinə dön. Öz evinə yadlaşmısansa, qəbir sənin evinə dönür. Yoxsa daha alışmısansa, qəbir sənin evinə dönür. Döyüşlərdə getdin irəli, məğlub edərək sən əcəli. Gəlmirsənsə sən al.
deməli, qəbir sənin evinə dönüb. Əlsəfə oğlun, Sunay qızın illər ötürdü. Sənsiz, uzun. Ay oğul, budur sənin yazın, qəbir sənin evinə dönüb. Dön evinə üzümü güldür. Sağ olduğunu mənə bildir. Şəhidsən onu, neçə ildir. Qəbir sənin evinə dönüb. Qəbir sənin evinə dönüb. Həzr olmuş şeir. Apar, gedib. Gəl ruhum sənə tapınır. Qonşum deyə çırpınır. Canım çıxır, göz qırpınır. Bu dünyadan qopar gedim. Səs də vermirsən səsimə. Kədər yurt salıb qəlbimə. Ay Allah, məni elçinə al canımı, apar, gedim. Nə qədər olar, oğul dərdi. Ağır qoydu həyat şərti. Yaşatmadın, igid, mərdi. İcazə ver, olar, gedim. Bu Tanrıya üsyan deyil. Oğul dağı asan deyil. Əzrayla fərman deyil. Yaz fərmanı, qutar, gedim. Haqqa bir iz salmasam da, tənha qalıb qalmasam da, mən cənnətdə olmasam da, məni elçin tapar, gedim. Ev, bu küçə, bizlərə yad olub necə, ağ libasda gördüm gecə, elman yuxuma gəlmişdir. O yuxuma qonaq idi, Tanrıdan bir sınaq idi. Biraz mənə uzaq idi, elman yuxuma gəlmişdir. Dedi ana, üzülməsən, gələrəm yuxuna hərdən. Çox darıxmayın deyə mən, elman yuxuma gəlmişdir. Qəm yüklədim, qəm ürəyə, gəlmədi bir kəs köməyə. Tutub əlimdən öpməyə, elman yuxuma gəlmişdir. Ağlamışam, həm dinmişəm, dərdi şəklinlə bölmüşəm, səhər ayılıb bilmişəm, elman yuxuma gəlmişdir. Onun xatirəsindən solmuş şeir, şəhid oğlum, qəhrəman oğlum. Adını eşidər, eşitməz sənin, xatirən yığılıb olur kəfənin. Qoymazdın ki düşsün dara vətənim, mənim şəhid oğlum, qəhrəman oğlum. Elmanı tanıtdı şəhid tək, cahan, sancıb bayrağını, dedi dalğalan. Unudarmı sizləri, Azərbaycan, mənim şəhid oğlum, qəhrəman oğlum. Zabit tək, yetişdi vətənə elman, eylədi döyüşdə, düşmənə üsyan. Gələcəm yanına, səbr elə, dayan, mənim şəhid oğlum, qəhrəman oğlum. Əqrəblər ilişir, zaman dayanır, bir saat həsrətdən nələr yaranır. Məzarına hər gün anan uzanır, deyir şəhid oğlum, qəhrəman oğlum. Nəzr olmuş şeir, qardaşım da şəhid oldu. Əlvidalar var görüşlərdə, belə üzgün dönüşlərdə. O gün həmin döyüşlərdə qardaşım da şəhid oldu. Bizimlə deyib gülmədən, nəmli gözünü silmədən, anama sağ ol demədən qardaşım da şəhid oldu. Zakir, cəssur bir qəhrəman, vətəni üçün verdi can. Qarabağ deyib həmin an qardaşım da şəhid oldu. De heç üzüm güldü ki, dərdimi yadlar bildi ki, bacına xəbər gəldi ki, qardaşım da şəhid oldu. Ay Müslümanın xatirəsinə nəsr olmuş şeir. Vaxtsız köçdün, vaxtsız oqtay, tez götürdün kədərdən pay. Qalan ömrümü sən say, mən də gəlirəm yanına. Yer elə bacına biraz, qıldım cənazəmə namaz. Döz, səbr elə, az qalıb, az, mən də gəlirəm yanına. Yoxdur burada bir sirdaşım,
ağır düşüb, yola daşım, qarışla məni, qardaşım, mən də gəlirəm yanına. Sənli günlərimi bitirib, ruhu əcələ yetirib, xatirələri götürüb, mən də gəlirəm qardaşım. Rəşidə bilmir, Şamaxın olduğunu görə baxarıq. Oğul dağıdır həsrətim, barı olmadı qismətim. Unutmayın bu millətin Elvin kimi şəhidi var. Öz amalına qovuşan, kəlməsi vətən danışan, döyüşlərdə mərd vuruşan Elvin kimi şəhidim var. Torpağa canını verən, kürəyini, yanını verən, son damla qanını verən Elvin kimi şəhidim var. Fəxr eyləyir sənlə cahan, başımız dik bizim hər an. Qoy bilsin Azərbaycan, Elvin kimi şəhidim var. Hər gün İçimdə yaralar, üzdə həsrətim, qopardıb qanadır yaramı hər gün. Allaha etdiyim oğul üsyanım, açır Əzraillə aramı hər gün. Üzünə doymadım gül balamın mən, qəbrində tökürəm dil balamın mən. Tutduqca yasını bil balamın mən, gəlir həsrətimin davamı hər gün. Evidim gələcək damıb qəlbimə, deyib ki ayanım, məndən incimə. Oğlun şəhid olur, heç kimə demə, yuxuda görürəm balamı hər gün. Ay oğul dərdimi bilməməyinlə, qəbrə uzanıb dinməməyinlə, cənnətdən evinə gəlməməyinlə, bilmirsən, üzürsən ananı hər gün. Sevinç bitdi, qəm yaranır, verir ağrı ürəyədək, şəhid tağımın yoxluğu, yarır bağrı ürəyədək, evimiz səssiz görünür. Danışıb gülən yoxdur ki, sənin evə dönməyini hələ də bilən yoxdur ki. Mən bilirəm, gələcəksən. Bacın axı tənha qalıb, sənsiz başının üstünü həsrət adlı bulud alıb. Mən bilirəm, gələcəksən. Döyüşlərdən igid kimi, bu xalq səni çiynində aparacaq şəhid kimi. Mən bilirəm, gələcəksən. Bundan da hekayələr var, yazılacaqdır təbii ki, bu şehri səsləndirildiyi. Amma hekayələrdə biz paylaşırıq, onsuz bu böyük bir nəticə var ortada. Şehirlərdə daha çox nəticə var. Çünki şehirlər, hekayələr deməlidir, şehir hər dəfə eyni şeydir, amma sonra audio formada səsləndirmişəm. Səsləndirəcək bu hekayələrdə yaxşı baxışlar var. Və mən düşünürəm ki, özüm, yəni hekayələrdə, şehirlərdə, yəni ümumiyyətlə Azərbaycanda yoxdur belə bir şey və mən onun nəticədə TikTokdan götürmüşəm, yəni nəticədə deyəm, hər şey qədər yaxşı olmalıydır. Və ona görə də davam edəcəyik, təbii ki, hekayələrdə, şehirlərdə və çalışırıq ki, bunlar da səsləndirsin və çalışdığımız budur, yəni ən yaxşı hekayə, ən yaxşı şey, har olanlar, burada olanlar, başqa bir yerdə. İnşallah ki, nə qədər ötəsindən gəlirəm, nə qədər ötəsindən gəlirəm bilmirəm, amma yəqin ki, yaxşıdır və nəticələr də var, təbii ki, və hər kəs istəyir artıq, yəni onu istəyir, var ki, yaxşı nəticələr gəlir və bizim kəndli yollar qazanaraq kəndli istəyir, hekayələr ki, və hekayələrimiz görmüş. Oradan inşallah ki, hər bir şeyində biz yazmışıq, hatta yazmış səsəndiklərini oradan da paylaşacağım. Belə. İnşallah.